19-cu sual. That girl tamamlıqdır. Gəlir mübtəda funksiyasına. Mübtəda D variantında olduğu kimi saxlanılıb deyə çıxıram. Daha sonra has met indiki bitmiş. Has been met, have been met. Bizə bu lazımdır. A keçmiş bitmişdir. B'də problem yoxdur. C'də been yoxdur. Y variantında keçmiş sadədir. Bizə has been, have been lazımdır. O da cavab B variantı. 20-ci sual. The problem mənim tamamlığımdır. Tamamlıq gəlir mübtəda funksiyasına. Have settled indiki bitmiş. Have been settled, has been settled lazımdır. O da bir D'dədir. Götürürəm D'ni. A variantında been yoxdur deyə səhvdir. B keçmiş, C indiki, Y isə gələcək zamandır. 21-ci sual. Me tamamlıqdır. I formasında mübtəda olur. Promised V2-dir. Was, were, plus V3 lazımdır. C variantı ilə D variantı əlimdə qalır. Qalanlarını çıxıram. C variantın səhvi hərəkəti görən şəxs zey verilib, amma bayı yoxdur. Cavabım olur D variantı. 22-ci sual. Dinner mənim tamamlığımdır. Gəlir mübtəda funksiyasına. Cooked V2-dir. Was, were, plus V3 lazımdır. O da D variantındadır. C'də ona görə səhvdir. Was been deyə bir şey yoxdur. Had və yaxud has bunlar bitmişdir. Mənə lazım deyil. Is isə indiki zamanda. 23-cü sual. 23-cü sual. Many contracts tamamlıqdır. Many contracts gəlir mübtəda olur. Bir anı çıxırıq mübtəda olduğu kimi qalıb deyə. Qalanlarda problem yoxdur. Daha sonra zamanıma baxırıq. Have signed. Mənə have been signed lazımdır. Have been signed. C'də were-dir. D'də had-dir. Y'nin səhvi isə ondadır ki, contracts səndədir. Burada has işlənib. Təbii ki, cavab B variantı. Və 24-cü sual. Him tamamlıqdır. Gəlir mübtəda he formasında olur. Have told indiki bitmiş. Have been told, has been told lazımdır. Cavab A variantı. Was keçmişdir. Had keçmiş bitmişdir. D indiki. Y isə keçmiş bitmişdir. Bizə indiki bitmiş has been told lazımdır. Bu qədər.